Yani salamlayıram bütün Türk dünyasının xalqını. Bugün bir 3 dənə belə mətləbə istəyirdik toxanaq. Mətləblərin biri budur ki, Təbrizdə Novruz bayramına görə bizim milliyyətçi qızımız yumurta boyamışdı Orxun xətti ilə və molla rejimi onu görüb və özün xətərdə hiss edib və onları yığışdırıbdır. Öz manqurtlarının əli ilə ki, biri Mehdi Hafizzadədir. Məsələn, bu şəhridarı, Təbrizin şəhridarına və bu əməkdaşlarına bu sözü yetirəm görəm ki, siz o boyda Kürt teröristlərini görmürsünüz. Kürt gedir orada güllə atır göyə. Yaşasın Kürdistan deyir, onları görmürsünüz və sizin dövlətiniz, molla rejimi ona dəstək verir, onu görmürsünüz. Amma gəlirsiniz bizim mədəni fəaliyyətimizi ki, 3 dənə yumurta boyamaqdan bizim o qədimi adət-ənəmizdir. Və onun üstündəki qədimi bizim xəttimizdir ki, o xətt birinci xəttdir ki, insaniyyət dünyasında çıxıbdır. Yəni biz insanlar o xətti birinci xəttimizdir ki, o zaman çıxartmışıq və siz onları görürsünüz. Və onunla belə öz əmniyyət milliyinizi xətərdə görürsünüz. Ki, nə oldu? Yəni Azərbaycanlı durdu orada, Orxun xəttindən bir kəlmə söz yazdım ki, nə olacaq? İran türkləri oyanacaq. İran türkləri həmməşəkindən çox gözəl oyaqdır və sizin o qələt siyasətlərinizə görə oyanır. Siz o zaman ki, teröristə dəstək durdunuz, PKK-sına, bilmirəm, Kürdünə dəstək duranda onu Azərbaycanlı gördü. Urmiyədə seçimlərdə təqallüb elədiniz, getdiniz, Simitko kimi adamların adamını, əlinin altındakı adamlarını orada deputat elədiniz, nümayəndə elədiniz. O zaman Azərbaycan xalqı düşündü ki, bu ortada bir planlar tərpəşir. Və mən buradan öz zavanlarımıza, orada qeyrətli zavanlarımıza belə danışıram, belə deyirəm ki, bundan belə Orxun xəttimizin üstündə işləsinlər və bütün Azərbaycanda onlar ki, keçmişinə, gəlmişinə hürmət qaildilər, maşınlarının dalında, şişəsində o Orxun xətti ilə Azərbaycan yazsınlar. Bütün bu məabiri, bütün divarların hamısında Orxun xəttində yazı yazsınlar. Və o manqurtlar, Mehdi Hafizzadə kimi manqurtlar başa düşsün ki, Azərbaycan həmməşəkindən artıq oyaq. Və mən buradan həm Təbrizin bələdiyyə başqanına və həm Mehdi Hafizzadənin neçələri ki, başının üstündə dayanıb, Mehdi Hafizzadəni örgədibdir ki, o yumurtaları yığışdırıb, təhdid eləmirəm. Amma deyirəm ki, bizim Azərbaycanda çox qeyrətli zamanlarımız var ki, sənin bu hürmətsizliyin cavabını verəcəklər. Yəni, heç zaman bir türk qanı yerdə qalmır. Yəni, qoymuruq bu qan yerdə qalır. Yəni, necə hürmətsizlik edirsiniz, o da cavab alacaqsınız. Və buradan toxanıram bir ayrı mətləbə, Kürtlərin mətləbinə. Ki, Urmiyədə, Sulduzda, bilmirəm, hara-harada, bunlar at oynadırlar.